Əhmədov Gündüz Ramizoğlu 1989-cu il 20 yanvarda Naxçıvan Muxtar Respublikasının Babək rayon Yuxarı Buzqov kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 2004-cü ildə sənədlərimi Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə təqdim eləmişəm və daxil olmuşam. 2007-ci ildə Heydər Əliyev adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam. Biz düşmən qüvvələrinin təxribat törədəcəyini təxmin etmişdik. Bunun üçün biz əvvəlcədən hazırlıq olaraq təlimləri və məşqlərə başlamışdıq. Sentyabr ayının 27-si mən en saylı hərbi hissədə bölük komandiri vəzifəsində idim və bölmələrimiz həyəcan siqnalı ilə qaldırıldı. Öz bölməmdən bölməmin heyətini döyüş düzülüşünə asdım və Talış istiqamətində hücum əmrini verdim. Mən Gündüzün orada çox sinəsini qabağa ataraq bir vətənpərvər kimi düzgün döyüş əməliyyatlarında bir neçə dənə düşmən işğalından azad olunan kəndlərimiz, qəsəbələrimizi işğaldan azad elədik. Döyüşlər zamanı ən çətin tapşırığımız oktyabrın 1-i olub. Yəni bu tapşırıq mənim demək olar ki, mənim həyatımda ən çətin tapşırıq idi. Çünki tək sən özünü düşünmürsən orada. Məsələn, bir bölük komandiri olaraq nəzarətdə saxlanmalısan bölmənin sağ-sol cinahlarını, şəhid olanların bilməlisən kimlər şəhid oldu və itki barədə məlumatı hazırlayıb komandanlığa deməlisən ki, sənin növbəti qüvvə ilə təmin eləsinlər. Ən çətin tapşırığımız Gündüzlə Seyran Orxanın ön xətti vardı. Bax, oradan yarılmasında iştirak elədik. Demək olar ki, biz düşmən üzərində təlim keçirdik, sanki müharibədə də deyildik. Təxminən hardasa bir saata yaxın düşmənin tutduğu mövqeləri biz artıq azad eləmişdik, postlarını götürmüşdük. Təqribən 15:00 olardı, yəni günorta vaxtları əsgərlər yemək yeyirdilər. Mən də ki, müdafiə sistemini nəzarət eləmək üçün bir tağım komandirindən ərazidə idim. Düşmənin atdığı minamet mərmisi ilə məndən bir 8-9 metr aralıya düşdü. Əslində, mənim yanıma nə düşdüyünü mən özüm bildim də. Yəni, bildim ki, nəsə məni vurdular. Birinci açığı mən elə bildim, məni sniperlə vurdular. Adətən bilirsiniz, düşmən əsgərləri rabitə olanı, qabaqda gedəni, birinci komandir heyətini vururlar. Sonra yerdə olanda bilmədim nə olub. Yəni, yerdə uzandığım deyil. Bir-iki dəfə qalxmaq istədim. Gördüm, qalxa bilmirəm. Bir əsgərim vardı, Əzzamin. Gördüm ki, o məni sürüyürlər ərazidə. Ayağımdan tutub sürüyürlər. Ondan sonra heç nə bilmədim. Bir saatdan sonra həmin sığınacaqda ayıldım. Mən baxdım, qulağımdan qan gəlir. Sağ topuq nahiyəm yaralanıb, sol əlim yaralanıb, sol gizgah nahiyəm yaralanıb. Sonra məni də qoydular həmin o piyadanın döyüş maşınına və məni gətirdilər Papalni hospitala. Mən onu eşidəndə artıq çox öz-özümdə kədərləndim, pis oldum ki, Gündüz mən elə düşünürdüm ki, bəlkə də artıq şəhid olub, amma şükür Allaha ki, bugünkü gündə Gündüz bizim yanımızdadır. Demək, oktyabrın 18-i mən hospitala gətirildim, mənə ilkin tibbi yardımlar olundu orada və mən təbii ki, istəyirdim təzədən döyüşə qayıdım. Oradakı olan həkimlərin buna icazə vermədilər və zəfər sevincini, zəfər müjdəsini hospitalda yatanda eşitmişəm. Kapitan Gündüz Əhmədov düşmənin sanki, necə deyim, belin qırdı. Düşmənin 30 ildə tutduğu ön xətti Gündüz Əhmədov onu cəmi-cümlətan 40 dəqiqəyə yardı. Müharibə bir bəladır. Təbii ki, heç kim istəməz müharibə olsun. Amma təbii ki, yəni 30 il işğalda olan torpaqlarımız bizim qanla alınmışdı. Biz də bunu qanla almalıydı. Bunun başqa bir yolu yox idi. Elə bütün şüarlar yadımızdadır. Əvvəllər deyillər, Cocuq Mərcanlıdan Şuşaya şüarı var idi. Təbii ki, bu şüar gerçəkləşməli idi ki, biz Dədə Baba yurdumuza qayıdaq.